Salam, hər vaxtın xeyir olsun dəyərli kanal izləyicilərimiz. Bu gün sizlərə Masazır qəsəbəsində Mərkəzi Prospekt yola yaxın şəxsi tikili 6 otaqlı plus mansardlı həyət evini təqdim edirik. Hörmətli izləyicilər, evin qiymətini videomuzun irəliləyən dəqiqələrində sizin nəzərinizə çatdıracağıq. Ən əsas odur, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, hər bir yeni videolardan xəbərdar olasınız. Gördüyünüz kimi dəyərli izləyicilər, evin fasadı ağlay daşla düzənlib, ümumi 4 sot torpaqda tikilib, tam kupçalıdır, ipotekaya yararlıdır. Evin içərisində bəzi əşyalar qalacaq. Videonun irəliləyən dəqiqələrində bir-bir sizə təqdim edelim. Dəyərli izləyicilər, gördüyünüz kimi həyətinin giriş darvazasıdır. Evin həyətində burada həyət üçün ayaq yolusudur və burada dekorativ ağaclarıdır. Naves yığılıb burada. Evin yan hissəsində yay mətbəxi var dəyərli izləyicilər. Burada isə gördüyünüz kimi manqalnısıdır. Burada təndirxanasıdır. Burada maydadırıdır. Gördüyünüz kimi belə bir şəxsi özü üçün istifadə tikilmiş üçün dəyərli izləyicilər həyət evidir və burada da yay mətbəxidir. Sadəcə qapısı bağlı olduğu üçün çəkib sizə təqdim edə bilmirəm. Üzürlü sahib. Evin fasadı ağlay daşla düzənlibdir. Evimiz tam cüt daşla tikilib, şəxsi istifadə üçün tikilən həyət evidir dəyərli izləyicilər. Evin də qiymətini sizin nəzərinizə çatdıraq. Evimiz 187.000 manatdır. Real alıcıya da qiymətdə endirim olacaq. Gördüyünüz kimi burada giriş dəhlizdir. Geniş belə bir dəhlizi var. Girişin sol hissəsində burada qonaq otağıdır. İlk öncə qonaq otağı ilə sizlərə tanış edim. Gördüyünüz kimi belə bir gözəl, geniş, işıqlı qonaq otağı var. Həqiqətən çox zövqlə təmir olunubdur. Evin içərisində deməli mətbəx mebelidir, kombidir. Ondan sonra dəyərli izləyicilər və kondisionerlər, bir də hamam aksesuarları evin içərisində qalacaq. Gördüyünüz kimi də mətbəximizin ölçüsü kifayət qədər genişdir. Hardasa bir 7 metr, 8 metr mətbəxin uzunluğudur dəyərli izləyicilər. 4 metrə yaxın da enidir. Mətbəxin ölçüsü kifayət qədər genişdir həqiqətən. Və burada birinci mərtəbəyə məxsus burada dəyərli izləyicilər yataq otağıdır. Burada belə bir yataq otağı var. Burada isə birinci mərtəbənin ayaq yolusudur, döşəməsi istipoldur və burada gördüyünüz kimi hamam otağıdır. Aksesuarlar hamısı quraşdırılıbdır, istipolla yığılıb və ikinci, üçüncü mərtəbəyə qalxan pləkandır. Burada qardirobudur. Gördüyünüz kimi pləkanın altında əlavə əşyaları yığmaq üçün yer nəzərdə tutulub. Pləkan meşə materialına yığılıb. Evimiz tam cüt daşla tikilib. Mərtəbə arası monolit betondur, şəxsi istifadə üçün tikilən həyət evidir. Və dəyərli izləyicilər, buradan da mansarda qalxmaq üçün pləkan buradan nəzərdə tutulub və ikinci mərtəbədə burada ayaq yolusudur. Burada isə bir yataq otağımızdır. Gördüyünüz kimi belə bir işıqlı yataq otağı var. Evin bütöv orta divarları hamısı qoşa daşla tikilibdir. Gördüyünüz kimi birbaşa 40-lıq divardır. Növbəti bir yataq otağımız da buradadır. Yenə bir yataq otağımız da burada yerləşir dəyərli izləyicilər və otağın da içərisində hamam otağıdır. Gördüyünüz kimi aksesuarlar hamısı quraşdırılıbdır və geniş bir yataq otağı buradadır. Və növbəti yataq otağımız da budur dəyərli izləyicilər. Gördüyünüz kimi də evin hər bir otağında kondisioner var. Kondisionerlər evin içərisində qalacaq. Evimizin qiymətini yenə də sizin nəzərinizə çatdıraq. 187.000 manatdır. Real alıcıya qiymətdə endirim olacaq. Və buradan da qalxaq 3-cü mərtəbəyə. 3-cü mərtəbəmizdə də gözəl bir dənə mansard var. Keçək təqdim edək. 3-cü mərtəbədə yerləşən mansarddır. Gördüyünüz kimi belə bir gözəl, geniş mansardı var. Və qarşı tərəfdən öz həyətinə baxır pəncərələri. Arxa hissədə də yenə öz həyətinə baxır. Burada da kladovka üçün yerlər dəyərli izləyicilər. Telefon nömrəmizi xatırladaq: 070 560 48 40. İzlədiyiniz üçün təşəkkür edirəm.